Uşaq vaxtı çox deyirdilər ki, uşaqlar göyə baxır, nəyəsə baxır, gülür. O doğrudurmu? Yəni Bəli. uşaqlar həqiqətən mələk görür? Bəli, bəli. Mələk görür və avtomatik olaraq məsəl üçün uşağın qarnı ağrıyırsa, onların mələklərini aktiv etdikdə o uşaqlar dərhal ona reaksiya verirlər. Baxırlar bir kənara, başlayırlar gülümsəməyə. Adi vaxtda da eləyirlər, amma sən o sözü deyəndən sonra dərhal elədikləri də artıq deyirsən ki, hə, həqiqətən də mələk var. Yəni həqiqətən də mən bu saat onu aktiv elədim və uşaq sakitləşdi və başladı gülməyə. Bəs onda deməli mələyin bizə kömək eləməsi üçün icazəsi var. Allah bizə mələyi köməkçi kimi göndərib. Təsəvvür edin ki, sizin evdə yemək bişirəniniz var, şoferiniz var. Onlar oturublar hərəsi bir otaqda və sən onlara deməmiş ki, məsələn, uşaqlarımı apar məktəbə, sən evin yeməyini bişir. Onlar onu eləməzlər axı, düzdürmü? Hə. Deyirlər ki, evə gəlmişəm, evin yiyəsi mən o sözü desin də. Mələklər də eyni funksiyadadır. Səninlə bir evdə yaşayırlar, bir evdə yatırlar, bir yerdə durursunuz, amma sən onlara müraciət etmədikcə onun icazəsi bir dənə yoxdur ki, sənə gəlsin kömək eləsin. Burada bir də nə var? Mələklər Allahın ilahi planlama deyilən bir şey var da. Bizim həyatımız var, bizim ömrümüz var. Sən əgər yəni onlara desən ki, mən sabah 1 milyon dollar istəyirəm, gedin hardan tapırsınızsa tapın, mənə o 1 milyonu gətirin, onlar bunu eləməyəcəklər. Yəni burada belə şeylər getmir. Sən onlara müraciət edə bilərsən ki, bəs mənə yol göstər, mənə çıxış yolu göstər. Hal-hazırda məsələn yoldaşımla bu vəziyyətdir də, yəni nəsə dalaşmışıq, yola gedə bilmirik, qaynana var, qaynata var, yəni standart ailə. Siz onların mələkləri ilə bütər ünsiyyət qurun, mənə bir çıxış yolları göstərin. İnanın ki, özüm bunu sınamışam. Onlar gedirlər, o insanın mələkləri ilə danışırlar və o insanın mələkləri onu sakitləşdirir, onu düz yola yönləndirir və sizin konfliktiniz artıq bitir. Yəni onlardan istifadə eləmək lazımdır sadəcə. Biz onlardan istifadə eləyə bilmirik yəni. Bizə bunu öyrətməyiblər yəni. Biz onların həqiqətən də nəyə, hansı gücə sahib olduqlarının fərqində deyilik. Amma yəni etsək həyatımız daha da asanlaşar.